Allahu Ekber, Allahu Ekber. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Geçen hafta söhbətimiz qəlb haqqındaydı və qəlb haqqında danışarkən söyləndi ki, qəlb Allahın insana verdiyi ən böyük bir nemətdir və qəlb deyilərkən yalnız qəlb deyilərkən mövzumuzda ürək nəzərdə tutulmur. Qəlbdən söhbət mənəvi qəlbdən gedirdi. Və qəlblə yanaşı Allah insana ağıl da verib. Ağılla qəlbin ümdə bir fərqi var. Ağılı bir peymanəyə, bir qaba bənzətsək, ağıl sözlərin, cümlələrin, dəlillərin və sübutların məkanıdır. Amma qəlb biraz fərqlidir. Qəlbi də bir peymanəyə, qaba bənzətsək, o məhəbbətin və nifrətin məkanıdır. İnsanın qəlbində məhəbbət və nifrət olur. Məhəbbət Allaha, Allahın bəndələrinə, nifrət isə insanların düşməninə, insanlığın düşmənlərinə. Və bu məhəbbət və nifrət ikisi də məkanı, hər ikisinin məkanı qəlbdir. Necə ki, hədislərdə var, həli dinu hubbun və buğzun. Din, məhəbbət və nifrətdən başqa bir şeydirmi? Qəlb haqqında Quran-ı Kərimdə 150-dən çox söhbət açılıb. Yəni, qəlb haqqında bir neçə yerdə Allah Teala bu mövzuya toxunub. Ümumiyyətlə, hidayət prosesinin özü, yəni haqqa yönəltmək qəlbdən başlayır. Yəhdi qəlbə, Quran-ı Kərimdə ayə var, Allah deyir, mən sizin qəlbinizi hidayət elədim. Və yaxud Allah imandan danışarkən Quran-ı Kərimdə buyurur, Ləmmə yədxulul iman fi qulubikum. Bəzi insanların qəlbinə hələ iman daxil olmayıb, yəni imanın məkanı qəlbdir. Və yaxud rahatçılıqdan söhbət açılanda, aramçılıqdan söhbət açılanda Allah həmən rahatçılığın, həmən aramçılığının məkanı qəlb olduğunu söyləyir. Buyurur, Huvəl-ləzi ənzələs-səkinətə fi qulubil müminin. Allah inanclı insanların qəlbinə səkinə nazil etdi. Səkinə sözünün mənası ərəb dilindən tərcümədə, yəni aramlıq və rahatlıq. Elə bir aramlıq ki, insan təlatümdə, bəlalarla üzləşdikdə özünü itirmir, düzgün nəticə çıxarda bilir, düzgün qərar verə bilir. Bilirsiniz, bəzi insanlar çətin bəlalarla üzləşdikdə, çətinliklə üzləşdikdə artıq qərar verə bilmir. Çəkilir kənara, kiməsə söyləyir, mənim qərarımı sən ver. Amma Allah buyurur, mən inanclı insanların qəlbinə elə bir aramlıq bəxş eləmişəm ki, hətta çətinliyin özündə belə aram ola bilir. Hətta çətinliyin özündə düz addım atmağı, necə addım atmağı onu da bilir. O çətinlik onun ayaqlarını büdrətmir. Baxın, buna ərəb dilində səkinə deyilir. Yaxud, məsələn, ən üstün kitab, yer üzünə nazil olan ən üstün kitab Quran-ı Kərimdir. Ümumiyyətlə, yer üzünə nazil olan 5 kitab var. O 5 kitab Ul-Ləzm peyğəmbərlərə nazil olub. Quran, Tövrat və digər kitablar ki, Nuh peyğəmbərə, İbrahim peyğəmbərə, İsa peyğəmbərə, Musa peyğəmbərə və bizim peyğəmbərə 5 dənə kitab nazil olub və həmən kitablarda ilahi qanunlar nazil olub, şəriət, hüquq və s. Zəbura gəldikdə isə Zəbur Quranın məntiqində kitab deyil. Kitab Quran məntiqində başqa bir məfhum malikdir ki, o da bundan ibarətdir ki, yəni ilahi qanunlar toplusun. Elə bir qanunlar ki, həmən qanunlar cəmiyyəti nizamlayır, ilahi bir cəmiyyət yaranması üçün Allah qanunlar nazil edir və həmən qanunlar toplusuna isə kitab deyilir. Baxın, bu kitabların hamısıyla danışarkən belə söhbət etmək lazımdır ki, bu kitablar nazil olduqda hara nazil olurdu? Bunlar hamısı peyğəmbərlərin qəlbinə nazil olurdu. Və Quran-ı Kərimdən Allah danışarkən buyurur, فَإِنَّهُ نَزَّلَهُ عَلَى قَلْبِكَ. Allah Teala bu Quran-ı Kərimi sənin qəlbinə nazil etdi. Ən üstün kəlmələrin məkanı qəlbdir. Qəlb bu qədər əzəmətlidir, qəlb bu qədər Allah qatında dəyərlidir və keçən söhbətimizdə hətta dedim sizə, Allahla bəndə arasında olan bir teldir. Bu qırılarsa Allahla bəndə arasında olan rabitə, xüsusi rabitə aradan gedər. Elə buna görə də hədislərdə qeyd olunur ki, İnnəllaha təbarək və teala la yanzur ilə suvarikum və la ilə ənvalikum və lakin yanzur ilə qulubikum və ə'malikum. Allah Teala sizin zahiri görkəminizə baxmır. Allah sizin qüdrətinizə, vəzifəvizə, nüfuzunuza, kimin qohumu olduğunuza baxmır. Allah sizin pulunuza, varınıza, hətta dövlətinizə də baxmır qiymət vermək istədikdə. Bəs nəyə baxır?
İki şeyə baxır. Birinci və ilk sizin qəlbinizdir. Allah buyurur, siz insanların qəlbi. Qəlbinizə baxıram. Qəlbinizə baxıram, görüm kin-kudurətlə dolmayıb. Qəlbinizə baxıram, görüm səmimisiz yoxsa yox. Qəlbinizə baxıram, görüm iman var qəlbinizdə yoxsa yox. Məhəbbət var yoxsa yox. Mən onun üçün sizin qəlbinizə baxıram. Daha sonra buyurur, əmalikum. Sizin əməllərinizə baxıram. İlk növbədə qəlbdir, daha sonra əməldir. Qəlb ilahi qəlb olsa, yəni Allaha bağlanmış bir qəlb olsa, Allaha bağlanan qəlb artıq qəlb mərkəzdir. Qəlb islah olduqda bütün əzalar islah olur. Və İmam Baqir əleyhissalam bir hədisində insanların qəlbindən danışarkən bir neçə qəlbə toxunur. Mən keçən söhbətlərimdə müəyyən qədər danışmışdım, amma tam izah etməmişdim və bugün çalışıram o hədisi müəyyən qədər sizə izah edeyim. İmam Baqir əleyhissalam müəyyən qəlblərdən danışır, buyurur, bəzi insanların qəlbində qəlbun fihi nifaqun və imanun, bəzi insanların qəlbində həm iman var, həm nifaq var. Nifaq yəni ikiyüzlülük, nifaq yəni münafiqlik. Bəzi insanların qəlbində iman da var, nifaq da var. Yəni istəyir İmam Baqir buyursun ki, sanki qəlbdə müharibə gedir. Xeyir qüvvə ilə şər qüvvənin müharibəsi gedir. Ağ nöqtə ilə qara nöqtə. İkisi də öz dairəsini böyütmək istəyir. Və bunların müharibəsində hər hansı bir qələbə çaldı, elə qalib də odur. Ona görə imam buyurur ki, diqqətli olmaq lazımdır. Əgər nifaq olan qəlbdə iman olmaz. İman tam mənada qəlbə daxil olsa, nifaq qəlbdən çıxar. Əgər nifaq gəldi, daxil oldu, insan o əsnada dünyasını dəyişsə, imam buyurur, hələkə. İnsanın qəlbində nifaq ola dünyasını dəyişsə, həlak oldu. Əks təqdirdə nicat tapdı. Niyə nifaq deyilir? Niyə ikiyüzlülük deyilir? Niyə insan Allah qəlbindən, insan qəlbindən danışarkən deyir, onun qəlbində, bəzi insanların qəlbində nifaq var, ikiyüzlülük? Ona görə ki, insanın ağlı bəzi vaxtlar dərk edir bəzi məsələləri. Görsən, ağıl deyir, yalan danışmaq olmaz, ağıl deyir, qeybət eləmək olmaz, ağıl yalanın pis olduğunu çatdırır. Amma ağıl bir söz deyir, görsən, əməllər başqa bir şey deyir. Əməlin də sahibi insandır. Həmən əməllərin sahibi, həmən ağlın sahibidir. Ağıl və əməl ikisi də bir insana məxsusdur, amma fərqli yanaşma. Ağıl bir söz deyir, əməllər bir söz deyir. Ona görə hədisdə İmam Baqir küfür demir, nifaq deyir. Deyir, insanın qəlbində nifaq olur. Çünki əqli ilə əməlləri biri digərini təsdiq eləmir. Ağıl başqa söz deyir, əməl başqa söz deyir. Amma ikisinin sahibi bir insandır. Və bu əsnada çox müğayət olmaq lazımdır belə insanlar. Yəni, bəzi vaxtlar imanlıdır, bəzi vaxtlar imansızdır. Bəzi vaxtlar günah eləyir, bəzi vaxtlar itaət edir və ibadət edir. Bəzi vaxtlar xoş əxlaqın sahibidir, bəzi vaxtlar bəd əxlaqın sahibidir. Bəzi vaxtlar kobuddur, bəzi vaxtlar helimli, həlim və səbirlidir. Bu insanlar müğayət olmalıdır ki, ola bilsin, xeyir və şər müharibəsində, qəlbində olan bu müharibədə şər xeyrə qələbə çalsın. Amma bəzi qəlblərdən imam belə danışır, belə buyurur və tərifləyir hətta, buyurur və qalbun əzhər əcrət. Bəzi insanların qəlbi nurludur, safdır. Nur kəlməsini işlədir. Nurun iki xüsusiyyəti var. Bir işıq saçır özünə, bir də başqalarına işıq saçır. Yəni, həm işıqlıdır, həm işıq saçır. İmam qəlbdən danışarkən belə buyurur, həm özü işıqlıdır bu qəlb, həm də işıq saçır. Yəni, həm özü islah olub, həm islah edir. Yəni, həm öz mənəviyyatı saflaşıb, həm də başqalarının mənəviyyatı uğrunda çalışır və əziyyət çəkir. Yəni, egoist insan deyil, yalnız özünü düşünən insan deyil. Həm islah edir və həm islah olur. Bunlar paralel gedir və yanaşı gedir. Nurdan məqsəd elə budur. İşıqlıdır və işıq saçır. Amma bəzi insanlarda qəlbi nurani deyil, bu mənada nur deyil. Çünki yalnız özünü düşünür. Görürsünüz, bəzi insanlar yalnız öz rifahını düşünür, öz həyatını düşünür, öz rahatçılığını düşünür. Amma bəzi insanlar öz rahatlığı ilə yanaşı insanların və cəmiyyətin rahatçılığını düşünür. Qonşunun rahatçılığını düşünür, ailəsinin və ətrafının, qohumlarının, əqrabasının yaxın rahatçılığını düşünür. Bu fikirlə birinci fikrin nə fərqi var? Birinci fikir yalnız özünü düşünən, yalnız görsən maddiyyatda qazandıqda özünə nə qədər lazımdır, o qədər qazanır və yaxud çox qazansa belə yalnız özünə sərf edir və yalnız özünü düşünür və bitdi. Amma ikinci qrup insanlar xeyr.
Onlar maddiyyat qazansalar belə, öz ailələrini təmin etsələr belə, deyirlər, yox, mən buna kifayətlənməməliyəm. Mən cəmiyyət üçün də çalışmalıyam, ətrafım üçün də çalışmalıyam. Elə bir iş görməliyəm ki, mənim vasitəmlə insanlar da bir bəhrə əldə edə bilsinlər. Ona görə imam buyurur, bəzi insanların qəlbi əzhər, nurludur. Arxasıca buyurur, əcrət, həm də safdır. Qəlbi safdır. Saflıqdan məqsəd nədir? Saflıqdan məqsəd, yəni o qəlbdə Allahdan başqa bir bağlılıq yoxdur. O qəlbin yalnız və yalnız həmən qəlb bir nöqtəyə mərkəzlənib, o da Allahdır. O qəlbdə zərrə qədər Allahdan kənar bağlılıqlar yoxdur. Pula bağlılıq, pula, vara, dövlətə, qadına və s. belə bağlılığa heç biri yoxdur. Yəni bunun mənası bu deyil ki, insan cəmiyyətə qarşı biganə olur, qəlbində cəmiyyətə qarşı sevgi olmur. Əsla belə deyil. Ümumiyyətlə, Allaha aşiq olan insan cəmiyyətə sevəcək, cəmiyyətə məhəbbət olacaq. Ola bilməz bir insan Allaha eşqi olsun, amma cəmiyyətə qarşı bədbin, kobud, pis rəftar eləsin. Bunlar bir yerə cəm olan bir şey deyil, paradoksdur. Yəni, bunları ikisini bir yerə cəm eləmək mümkün deyil. Və üçüncü tərəfdən danışdıqda, üçüncü xasiyyətindən danışdıqda bu qəlbin buyurur, həm nurludur, həm safdır və üçüncü və dördüncü xüsusiyyəti budur ki, in ətahu şəkər və in ibtəlahu sabara. Allah, bu insanların xüsusiyyəti belədir, bu qəlbin yiyələrinin xüsusiyyətləri belədir ki, Allah onlara nəsə verdikdə şükr eləyirlər. Əksinə, bəla gəldikdə səbr eləyirlər. Bəlanın müqabilində Allaha qarşı çıxmırlar. Allaha qarşı üsyan eləmirlər. İmtihanlardan uzaq çıxırlar. Ümumiyyətlə, bunu unutmayaq ki, bizim həyatımız əvvəldən axıra qədər imtihandır. Pul imtihan olduğu kimi, fəqirlik də imtihandır. Xəstəlik imtihan olduğu kimi, sağlamlıq da imtihandır. İnsan bir imtihandan çıxır, başqa imtihana daxil olur. Ümumiyyətlə, tamamilə mükafat axirətdə veriləcək. Ona görə yevmul cəza, mükafat günü qiyamətdir. İnsanlara burada verilən mükafatın özü belə imtihandır. Bugün siz bir nəfərə çıxardırsınız, pulunuzu verirsiniz. Bir fəqirə sədəqə ünvanında. İmtihandan çıxdınız, əhsən. Amma ikinci imtihan gəldi, özünüzdən öyünməyin. Üçüncü imtihan gəldi, minnət eləmə. Dördüncü imtihan gəldi. Ta ölənə qədər çalışıb ixlaslı əməli qoru və saxla və heç kimə danışma. Bəzi əməllərimizi gələk qoruyaq, bəzilərini aşkar eləyib, amma bəzilərini qoruyaq. Hədislərdə var, bir insan yaxşı bir iş görürdü. Məsələn, pulunu kiməsə verdikdə, bir dəfə danışdıqda gizlin vermişsə, bir dəfə danışdıqda artıq yazılır, aşkar etdi bunu. Gizlin etmişdi, amma danışdığına görə Allah aşkar edənlərin siyahısına salır. İkincidə artıq get-gedə dəyişilir. Məsələn, 2, 3, 4, artıq görürsünüz 3-də, 4-də artıq günah yazılır hətta. Görürsünüz, sona qədər imtihan bitmir, imtihan qurtarmır. Yəni, insan həm yaxşı ilə imtihan olur, həm xeyirlə imtihan olur, həm şərlə imtihan olur. Quran-ı Kərimdə ayədir. Allah Teala buyurur, biz sizi xeyir və şərlə imtihan edirik. Bir gün səhabələrdən biri deyir, mən Əli əleyhissalamı gördüm, sual verdim, keyfə halükə, halın necədir? Əli əleyhissalam cavab verdi, əsbəhtu bi şərrin. Yəni, bir çətinliklə sübh etmişəm. O isə imam buyurur, şər niyə dedin? Niyə bu kəlməni işlətdin? Deyir, mənim bir xəstəliyim var, sübh xəstəliyini açmışam deyən ona görə dedim və bu kəlməni də özümdən demədim. Bu kəlmə Quran-ı Kərimdə də var. Allah Teala buyurur, biz sizi xeyir və şərlə imtihan eləyəcəyik. Yəni, insanın həyatı tam mənada imtihandan ibarətdir. Bu həyatı, yəni bu dünyamızı daha doğrusu bir insana bənzətsək, həmən insanın alnına imtihan yazılıb. İmtihandan qurtulmaq mümkün deyil. Çox təəssüf, amma bəzi insanların fikrində görürsünüz, yalnız xəstəlik imtihandır. Yalnız hətta görsə imkanlı olmaq imtihandır. Hətta bunu qeyd edeyim ki, belə deyirlər ki, ən çətin imtihan xeyir imtihanıdır. Şərdən çox xeyir imtihanıdır. Bir nəfərdən Allah övladını əlindən alıb, bu imtihandır. Bundan ağır imtihan odur ki, hələ övladı ondadır. Hələ Allah onun canını almayıb. Bu ondan da ağırdır. Mən övladımı necə böyüdəcəm? Cəmiyyətə övladım daxil olur, cəmiyyətdə onu necə qoruyacam əxlaqını, onun əqidəsini necə puxtaləşdirəcəm? Mən cəmiyyətə, ümumiyyətlə necə bir övlad təqdim eləyəcəm? Elmlimi, mənəviyyatlı mı, yoxsa yox? İmtihan, hər saniyəsi imtihandır. Ona görə deyirlər, xeyrin imtihanı şərin imtihandan daha ağırdır və daha çətindir. Siz elə bilməyin, bir adam xəstələnib, tutaq.
O ona imtahandır. Sağlamlıq bizə imtahandır. Xeyr, sağlamlıq da bizə imtahandır. Biz indi gözümüz görür, bu bizim imtahanımızdır. Bir adamın gözü kordur, heç nəyi görmür. Düzdür, ağır imtahandır. Amma görmək bundan da ağırdır ki, hər gördüyünə görə sorğu-sual olacaqsan. Allah məsələn bəzi yerlərə baxma deyir, bəzi yerlərə bax deyir. Məsələn, Qurani-Kərimi aç, oxu, kitab aç, oxu. Bunu söyləyir bizə. Amma bəzi yerlərə baxma deyir. İnsan görsən bir dənə gözü ilə nə qədər günahlar edir. Dil özü, görsən bir adamın danışmaq imkanı yoxdur. Bu da bir imtahan gəlir Allahın huzurunda səbirli, təmkinli olsun. Amma indi bəzi insanlar Allah məsələn dil danışmaq qabiliyyəti verib, danışmaq özü Allahın böyük və böyük imtahanlarından biridir. Necə ki Qurani Kərimdə buyurur: "Ər-Rəhman əlləməl Qur'an, xələqəl insan və əlləməhul bəyan." Allah buyurur, mən insanı yaratdım, arxasıcan buyurur, mən ona bəyan etməyi, fikrini izah etməyi, belə bir neymət vermişəm. Allah ilk növbədə xəlqdən sonra danışdığı neymət bəyan neymətidir. Mən sənə bəyan etməyi, fikrini izah etməyi vermişəm. Amma həmən dil böyük günahların sahibi eləyə bilər insanı. Bir dillə əxlaq üstadları yazırlar, 70-ə yaxın böyük günahlar etmək olar. Böyük günahlar. Yalan, böhtan, qeybət və s. İnsan həyatı belədir. İnsan buyurur, hədisdə imam buyurur ki, üçüncü xüsusiyyəti budur, 3 ilə 4 budur ki, bəla gəldikdə səbr, Allah neymət verdikdə şükr eləyir belə insanlar. Biraz da önə getsək, davamı belədir ki, bəli, bəzi insanların xüsusiyyəti belədir ki, onlar bəla gələndə nəinki səbr yox, şükr edirlər. Şükür eləməyi bacarırlar. Bu böyük ruhiyyəli insanlardır. Təsəvvür edin ki, insana bəla gəlir, bir var dözürəm, bir də var şükür edirəm ki, çox sağ ol ya Rəbb, aləmin, sən mənə bəlanı göndərdin. Yəni bəlanı göndərdin bu mənada ki, demirəm bədbin olaq Allahdan bəla istəyə. Bəla niyə gəldi? Bəla etdiyimiz səhvə görə gəldi. Allah o etdiyimiz səhvə görə bizə bəla göndərməsi, bizə laqeyd yanaşsaydı, bu bizə daha çox təsir edərdi. Allah bəndəsə diqqətsizlik eləsə, bu daha çox təsir edir. Ümumiyyətlə, psixologiyada da belə bir qanun var. Bir nəfəri tərifləyirsən, ona dəyər verirsən. Bir nəfər bir səhv edir, onu tənqid edirsən, görsən xoşuna gəlmir. Amma bir nəfər görsən səhv edir, nə tənqid edirsən, nə tərif. Diqqətsiz qalırsan ona, tənqid etməməyin özündən daha ağır gəlir bəzi vaxtlar insana. Əlbəttə, yaxınlarından və dostlarından. Görsən, bəzi vaxtlar deyir, niyə mənə tənqid etmirsən, niyə mən məsələn səhvimi tutmursan? O deyir, mən səndən nə işim, sən özün bilərsən, öz həyatı yaşa. Mən sənə əvvəllər tənqid edirdim, səhvi sənə deyirdim, amma indi sənə deməyəcəm. Bu daha çox təsirli, tənqidin özündən daha təsirli olur. Çünki insan qarşı tərəfdən artıq diqqətsizliyi görür. Və bu diqqətsizlik insana psixoloji təsir edir. İnsan psixologiyası belədir. Təsəvvür edin, insan səhv edir, Allah bir bəla da göndərir. Düz hədislərdə var, daha doğrusu dualarda var. Allahumma la tu'addibni bi uqubatika. İlahi məni bəlalarınla ədəbləndirmə. Amma insan neyniyək ki, neymətlə bəzi vaxtlar ədəblənmir. Elə bir səhv hərəkət edir ki, Allah ona bir şəfqət şilləsi vurur və onu ayıltmaq istəyir ki, o ayılsın və səhv addımından geri dönsün və bir də o səhv etməsin. Bir də o səhv etməsin. İnsan bunları görürsünüz, bəzi vaxtlar dərk eləmir və düşünmür. Və bəzi insanlar bəlanın müqabilində səbr eləyir, amma yüksək ruhiyyəli insanlar bəlanın müqabilində şükr eləyir. Allah dostları şükr eləyirlər, Allah dostları dözürlər. Bəs birdən sual çıxa bilər ki, bəs onlar səbr kimi neymətdən məhrum olublar, övliya şükr eləyir, bəs səbr eləmir, səbr axı gözəl bir şeydir. Bəli, onların səbri başqa bir şeydir. Onların səbri hicran səbridir. Onlar yaradanlarından sanki bir dünya fasilə salıb, onlarla yaradanlar aralarında. Bir növ Allahdan biraz uzaq düşüblər deyənə, o hicrandan əziyyət çəkirlər. O hicrandan dözə bilmirlər. Onların o səbri artıq sanki tükənib, dözə bilmirlər. Çünki həqiqi vətənlərindən sanki uzaq düşüblər. İnna lillahi və inna ileyhi raciun. Biz Allahdan gəldik və Allaha gedəcəyik. Sanki Allahdan gəldik bu dünyaya düşüblər və sanki o səbr onları çox əziyyət verir və dözə də bilmirlər. Bəli, onlar hicran səbridir onlarda. Yəni, bu cürlə baxsaq məsələyə. Və imam buyurur, bəzi insanların qəlbi nurludur, işıqlıdır, ikinci xüsusiyyəti safdır, üçüncü xüsusiyyəti səbr eləyir, dördüncü xüsusiyyəti şükr eləyir. Amma beşinci xüsusiyyətindən İmam Baqir belə buyurur, həmən insanların qəlbi qalbun məftuhun, qəlbləri açıqdır. Nə mənada açıqdır?
Yəni haqq sözü eşitməyə açıqdır. Haqqı eşidə bilir. Yalandan dilində mənim nə səhvim olsa deyin, amma bir dənə səhv deyən kimi görsən, neçə gün səndən üz çevirir və gedir və səhvi səndən qəbul eləmir. Hətta gözləyir, fürsət axtarır, necə sən onu səhv tutmusan, o da səni səhv tutsun. Hətta bəzi vaxtlar bir hala gəlir çatır ki, həmən ona səhv tutan insan görsən, düz söz desə belə bir mübahisə olanda, elmi bir söhbət olanda həmən səhv tutan bir düz söz deyir, bunun qəlbində ona qarşı nifrət var deyənə onu düz sözünü də qəbul etmək istəmir, başlayır qarşı tərəfə səhv çıxartmağa. Həqiqətdə kökündə nə ixlas, nə səmimiyyət var. Sadəcə olaraq nifrət və kin var. Acığı gəlir, ona görə sözlərini qəbul etmir. Acığı gəlir deyənə görürsə, hətta başlayır ayə axtarmağa, hədis axtarmağa, tək ki, qarşı tərəfə səhv çıxardır. Həqiqətən səmimiyyətdə yanmayıb kökündə. Və bu çox qorxulu bir haldır. Buna görə insan müğayət olmalıdır. Amma bəzi insanların qəlbi yox. Qəlbun, məftuhun. Qəlbi açıqdır. Nə mənada? Dediyim kimi. Şərait yaradıb ki, söz deyə bilirik. Şərait yaradıb ki, səhvini deyə bilirik. Daha bir səhv demək üçün günlərlə fikirləşmirik. Nə yaxşı olar ki, cəmiyyətimizdə bu ruhiyyə cəmiyyətimizə hakim olaydı. Bir digərimizin ünsiyyətdə belə olaydıq. Ailədə ata-oğul münasibətlərində bu olsaydı nə gözəl. Ya xanım-kişi münasibətlərində biri digərinə səhv demək, ya məsələn, kişi məsələn, bir də qadına söz deyən kimi günlərlə məsələn görürsən, küsülü qalır. Əlbəttə, bu tərəfdən kişiyə də gələ diqqətli olsun, sözü necə deyir, acı deyir, kimin yanında deyir, öz anasının yanında deyir, bacısının yanında deyir, ya məsələn, doğrudan da düz söz deyir, ya səhv söz deyir. Bunlara da fikir vermək lazımdır, amma düz söz deyiləndən sonra da qəbul etmək də lazımdır. Bir alim deyirdi, hardadır bizim düşmənlərimiz ki, bizlərə səhvlərimizi desin. Dostlarımız səhvlərimizi gizlətməməli, amma səhvləri də səmiyyətdən deməli, səmimiyyətdən deməli və sevgidən deməlidir. Və belə olduğu təqdirdə nə olacaq? İnsan qəlbi açıq oldu, haqq sözü eşitməyi razılaşdı. Bu işin sonluğu hədisdə var. Fəinnən nur izə vaqa'a fil qalbi inşərəhə və infəsəhə. Əgər nur insanın qəlbinə daxil oldu, haqq sözlər insanın qəlbinə daxil oldu, nurlu kəlmələr insanın qəlbinə daxil oldu, insan qəlbi genişlənir, böyüyür. Qəlbin genişliyi nədir bəs? Qəlbin genişliyindən məqsəd artıq günah onun üçün asanlaşır, artıq bəlaların ağırlığı onun üçün yüngülləşir, tənqidlərə dözə bilir, himməti böyüyür, böyük işlər görmək istəyir, kiçik işlərin arxasıcan getmir. İnsanın qəlbi genişləndikdə insan bu hala gəlir çatır. Allah Taala əziz peyğəmbərimizə buyurur: "Ələm nəşrah ləkə sadrak." Allahım, Allah daha doğrusu buyurur, peyğəmbər, biz sənin qəlbinə geniş qərar verdik. Sənin qəlbin genişdir. Artıq sənin qəlbin həqiqətən genişdir. Və geniş qəlbin xüsusiyyəti nədir? Arxasıcan buyurur: "Və vəza'na ankə vizrak allazi anqaza zahrak." Nəticəsi bu oldu ki, artıq sən ağır yükləri götürə bilirsən. İctimai xidmət ağır bir yükdür. Hətta o qədər ağırdır ki, ayə buyurur: "Allazi anqaza zahrak." O qədər ağır yükdür ki, insanın belin qırır. Amma sənin qəlbin o qədər genişdir ki, o ağır yükü götürə bilirsən və özündən daşıya bilirsən. Lazım olan məntəqəyə çatdıra bilirsən. Və vəza'na ankə zikrak. Və beləliklə biz sənin o adı ucaltdıq. Sənin adını yaddaşlara yazdıq. Tarixin yaddaşına yazdıq. İnsanın qəlbi genişləndikdə, geniş qəlbin sahibi olan insanın adı tarixə düşür və insanlar o insanı sevir. İnsanlar o insana qarşı məhəbbətli olur. Hətta fikir verin, Musa peyğəmbərin istədiyi ilk məsələ bu idi. Musanı Allah Taala Fironla mübarizəyə göndərəndə nə deyir? Rabbi işrahli sadri. Allahım, qəlbimi geniş qərar ver. Bəli. İmam Baqir əleyhissalam bu qəlbdən danışanda buyurur ki, bu qəlb 5 xüsusiyyətə malikdir. Nurlu, saf, şükr edən, səbr edən və bu qəlb açıq bir qəlbdir. Açıqdan məqsəd nəinki pis fikirlərə qarşı açıqdır. Nəinki pis düşüncələrə qarşı. Kin-küdurətə nisbət bağlıdır. Kin-küdurətə nisbət bağlıdır. O qəlb açıqdır məhəbbətə nisbət, insanlara qarşı məhəbbət. O qəlb açıqdır Allaha qarşı eşqə. O qəlb açıqdır düz fikirləri
olan həqiqətləri qəbul etməyə və bunun kimi şeylərə. Və Allahdan arzu edirəm, Allah bizə belə bir qəlb nəsib eləsin inşallah.